Təlimdə dedi ki, özünlə səmimi ol. Özünə səmimi olma nə demək deyir? Səmimiyəm də. Axı mən hər kəslə səmimiyəm. Sonra gəldim evə, yemək bişirirəm. Təlimdən sonrakı müddətdə o təlimin o havası hələ qalıb. Deyirəm ki, okey. İndi deyirlər mənə ki, filan şey eləmək istəyirsən, deyim ki, harasa getməkdir də. Mən ora getmək istəmirəm, amma mən həmişə ora getmək istirdim ona görə ki, o var idi ortada bəzi adamlar ki, mən getməliydim. Mən də hər dəfə hə deyirdim. Onlar da bilirdilər ki, mən hə deyəcəm. Sadəcə onlar da məndən xəla-xətrim qalmamaq üçün soruşurlar. Mən dedim ki, yox, mən getmək istəmirəm. Mən baxdım ki, mən özümlə səmimi oldum ki, mən ora getmək istəmirəm və bu fikrimi tam olaraq ifadə elədim onlara. Onlar belə çaşdılar. Biz səni yazmışdıq. Dedim ki, hə, amma mən istəmirəm getmək. Mən düşünürəm ki, bu mən özümlə səmimi oldum. Mən düz düşünürəm, yoxsa yox? Yox. Bəs bu nədir? Özünü səmimi olmaq, özünü görmək prosesidir. Burada sən özünü görmək məsələsi var idi. Yəni sən xoşlamırsan, əslində istəmirdin orayı. Hə. Amma bu özgələrlə münasibətdə səmimilik yaradır yenə də, hansı ki o düz deyil. Biz özgələrə münasibətdə o modulu gətirəndə biz əslində bilirsiniz məsələ nədir? İnsanlar zaten digərlərinə səmimidirlər. Biz elə digərlərini sındırmağa hazırıq. Sənin filan yerin düz deyil, sənin qaşın düz deyil, sənin başın düz deyil, sənin ayağın düz deyil. Sən vəbşə tərbiyə bacarmırsan, səndəki filan şey. Amma özümüzə danışan kimi 5 dəqiqədən sonra baxırsan ki, hə, mən uşağım belədir, mən özüm beləyəm. Baxırsan ki, bu daha çox özünü sevmək üzərinə gəlir. Daha doğrusu özünə həmin o amansız sevgi göstərsən də, bir növ tərif, istənilən problemi təmizə çıxardırsan. Özgəyə çatanda yox, nə danışırsan, onun problemini deməlisən. Burada bunun əks istiqamətidir. Özünə münasibətdə problemi axtarırsan, o özgəyə münasibətdə onun tərifini axtarırsan. Çox çətin. Onu bu ailə münasibətlərinə birbaşa təsir edir. Hamısına. Bizim təlimi keçənlərin ailə münasibətləri, özü ilə olan problemlər, işlə olan problemləri, biznesdəki hədəfləri, həyatındakı keçidləri hamısı həll olur. Bu mən hətta deyirəm, təlimi keçəndən sonra sizə psixoloq lazım deyil. Bizim təlimə psixoloqlar özləri gəlir, keçirlər ki, ondan sonra onların özlərinin öz işinə baxış tərzi dəyişir, insanların işləmə tərzi dəyişir. Biz əslində bir modellər düzəltmişik, insan olmaq modelləri və o çərçivədə yaşadığımızdan dəyişə bilirik. Said müəllim, necə insan olmaq modelləri? Biz insan deyilik ki, bəyəm. Necə başa düşmədim? Bilirsiniz, mən bayaq istədim bir şey deyəm, o mövzuya yaxındır. Biz gedən qatara qoşulmuşuq. Bizim fikrimiz var ki, insan belə olur. Və o fikir bu modeldə otura gedib və o həqiqəti itirib ortadan. Bizim həqiqəti görmək imkanımız yoxdur bu baxışla. Bizim bugün görmə radiusumuz o qədər filtrlənib ki, biz o filtrlərin içərisindən həqiqəti görə bilməyəcəyik.